Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başlanğıcını Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 137-ci kilometrindən götürən Çiki, Səbətlər, Qənidərə, Sırçiki, Təngialtı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. 7000-ə yaxın əhalinin yaşadığı Çiki, Səbətlər, Qəndərə, Sırçiki, Təngialtı avtomobil yolunun uzunluğu 36,3 km təşkil edir. 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Hazırda layihə üzrə yol boyu torpaq işləri, hamarlanma, genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yol əsasının tikintisi və yeni asfaltbeton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Layihə çərçivəsində suların ötürülməsi məqsədi ilə zəruri yerlərdə su ötürücü boruların tikintisi də icra olunacaq. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yol cizgi və yol göstərici xəttlərin çəkilməsi işləri aparılmaqla söz gedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Yenidən qurma işləri inşaat norma və qaydalarına uyğun şəkildə tərtib olunmuş qrafiklə, sürətlə və keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Çiki, Səbətlər, Qəndərə, Sırçiki, Təngialtı avtomobil yolunun yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. Yolunuz açıq olsun.